Bəzən belə bir sual ola bilər ki, məslərin özünə məxsus olmayan xüsusiyyəti dedikdə başa düşülür? Bunu tapmaq üçün ən gözəl nümunə kimi belə bir cümləni nümunə göstərmək olar. Oxumaq kimi arzum var. Cümləni sintaktik təhlil edək. Nədir? Vardır xəbər. Nə? Arzum. Mübtəda. Necə arzum var? Oxumaq kimi. Təyin. İstisna hallar var ki, məsdər cümlədə təyin funksiyasını yerinə yetirir. Bu o halda mümkündür ki, məsdərdən sonra qoşma işlənsin, xüsusilə kimi qoşması işlənsin. Ondan sonra isim gəlsin, onu təyin eləsin və təyin funksiyasını yerinə yetirsin. Ən gözəl və ən rahat nümunə. Nə arzum, necə arzum oxumaq kimi. Sonra 5-ci gün sizə gələcəyəm cümləsində 5-ci gün birləşməsi cümlədə hansı funksiyanı yerinə yetirir? Gələk cümləni sintaktik təhlil edək. Nə edəcəyəm? Gələcəyəm. Xəbər. Haraya gələcəyəm? Sizə gələcəyəm. Yer zərfliyi. Nə zaman gələcəyəm? 5-ci gün gələcəyəm. Bəzi hallar mövcuddur ki, sıra saylarından sonra gələn bəzi isimlər cümlədə zaman mənası ifadə edir və zaman zərfliyi funksiyasını yerinə yetirir. Əgər biz 5-ci sözünə sual verə biliriksə, onda gün sözünə də sual verməliyik. Yəni biz 5-ci günün ayıra bilsək, ayıra biliriksə, onda gün sözünə də sual veririk. Baxaq görək, xəbərlə uzlaşır, uzlaşmır. Gün gələcəyəm demək olmaz qətiyyən. Ona görə də 5-ci gün birləşməsi cümlədə zaman zərfliyi vəzifəsini yerinə yetirir.